Salam şahitler, xoş gördük. Bugün sizdən 25 may 2025-ci ildə deməli keçirilmiş qəbul imtahanı suallarına baxacağıq. İkinci qrup, deməli A variantına baxacaq. Şimdi birinci sualdan başlayaq. Birinci sualımız limit sualıdır. Limit en yaxınlaşır sonsuzluq. Kök altında 49 n üstə gəlinsin 10 n. Bölünsün kök altında 16 n bərabərdir. Demək, burada bunun həlində nə edirik şahidlər? Bunun həlində sürət və məxrəci n-ə bölməliyik. Həm sürət, həm də məxrəci n-ə böləcəyik. N yaxınlaşır sonsuzluq. N-ə böləndə bu olacaq kök altında. Birbaşa n-i kökün altına daxil edirik. 49 n bölünsün n. Üstə gəl. Burada 2 qat radikal, 2 qat kök olduğuna görə ikinci kökün altına kvadrat olaraq daxil olacaqdır. N kvadratı. Məxrəci də 16n bölünsün n. Kök uzadaq. Bərabərdir. Limit n yaxınlaşır sonsuzluq. Burada n-lər ixtisar gedir. Qalacaq nə? Kök altında 49. Üstə gəl. Baxın, burada 10 bölünsün. Burada n-lə n-in biri gedir. Burada nə qalacaqdır? Kök altında 10 bölünsün n qalacaq. Düzdür? Burada n sonsuzluğa yaxınlaşdığı üçün 10 bölünsün n eləyəcək nə? 0. Yəni bunun qiyməti 0 olacaqdır. Üstə gəl 0. Bölünsün kök altında n-lər ixtisar gedəcək. Qalacaq kök altında 16. O da bərabərdir. 49-dan 7 çıxır. 16-dan 4 çıxır. 4 də 7. Cavab eləyəcək D variantı. Keçək ikinci sualımıza. İkinci sualımız isə üçbucaq sualdır. ABC müxtəlif tərəfli üçbucağı. ABC. AB 5-dir, BC 12-dir. Bucaq B isə kiçikdir 90 dərəcədir. Bucaq B 90 dərəcədən kiçik olanda necə yazırdıq? Qaydamız necə idi? AC tərəfinə bir x desəm, x böyük olurdu digər iki tərəfin fərqindən 12 çıxılsın 5. Kiçik olurdu nədən? Onların kvadratları cəmindən 5-in kvadratı üstə gəl 12-nin kvadratı. 12-dən 5 çıxsam neçə eləyəcəkdir? 12-dən 5 çıxanda eləyəcək 7. X böyükdür 7-dən. Kvadratlarına toplamda edir 169, oradan da çıxır 13. 13-dən də kiçikdir. Hansı tam qiymətlər alır? 8, 9, 10, 11 və 12. 12 ola bilməz, 12-ni götürmürük, çünki bizə deyir müxtəlif tərəfli. Şərtdə deyir ki, ABC müxtəlif tərəfli üçbucağı. Ona görə 12-ni götürmürük.